Növbəti jurnalistə sözü verəm Cahangir Olimova, Sevimli TV kanalının müxbiridir. Əgər düzgün tələffüz etdimsə, Sevimli TV kanalı. Assalamu alaikum, muhtaram prezident. Sualımı Azərbaycan dilində deməyə çalışacağım. Muhtaram prezident, ben Qarabağda bundan 4 yıl avval olmuştum. O vaxt bu ülkenin yeniden kurulması işleri suratla aparılırdı. Bugün Qarabağ'a, bütün Azərbaycanın ve Kafkas'ın medeni merkezi olan Şuşa şahrına yeniden gelerek büyük değişikliklere şahit olun. Sizin siyasi iradeniz ve büyük Azərbaycan halkının zahmetiyle bu güzel şehir, bu güzel Qarabağ yeniden öz tarihi mevkiini barpa edir. Bununla sizi tebrik etmeye icazat verirsiniz. Şimdi sualıma geçsem, son yıllar arasında Özbekistan ile Azərbaycan arasındaki münasebetler çok yüksek seviyeye çatmıştır. Bu ise bütün Merkezi Asya ile Kafkas arasındaki münasebetlere güçlü dinamika varmıştır. Sözlerin parlak tasdiği Azərbaycanın Merkezi Asya liderlerinin maşvarat görüşleri formatında koşulmasıdır. Bugün hatta beynelhalk siyasi ekspertler Merkezi Asya plus Azərbaycan formatını Büyük Merkezi Asya adlandırırlar. Siz regionlarımızın bu yakınlaşmasını neçe kıymetlendirirsiniz ve Özbekistan prezidentinin bu prosesteki rolunu neçe görürsünüz? Teşekkür, rahmat. Teşekkür ederim. Özbekistan-Azərbaycan əlaqələrinin təməlində bizim dostluq, qardaşlıq münasibətləri dayanır və hörmətli Prezident Şəfqət Miramonoviçlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyə qaldırıbdır. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirza Uluğbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şəfqət Miramonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişdik. Yəni, ondan sonra digər qardaş dövlətlər bizə hədiyyələr etmişdilər. Qazaxıstan, Qırğızstan, Türkmənistan, amma birinci yardım məhz Özbəkistandan gəlib. Hər dəfə Özbəkistanda olanda bir də əmin oluram ki, nə qədər bizim xalqlarımız bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə heç bir tərcüməyə ehtiyac yoxdur. Dillərimiz də çox bir-birinə bənziyir. Təbii ki, tələffuzda bir qədər fərq var, amma prinsipcə hər şey anlaşılır. Çox böyük tarixi əlaqələrimiz bizi birləşdirir və Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, təkcə məktəblə Özbəkistan öz qardaşlıq missiyasını yekunlaşdırmayıb, Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi, tikiş fabrikası yenə də Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirzəyevlə birlikdə biz o fabrikanı ziyarət etmişdik. Bir çox iqtisadi sənaye layihələri icra edilir. Həm Azərbaycan investisiyaları, həm Özbəkistan investisiyaları qoyulur. Biz birgə sərmayə fondu yaratdıq. 500 milyon dollar dəyərində bu sərmayə fondu həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bugün Azərbaycan neft şirkəti SOKAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağında sərmayə qoyur. Və ümid edirəm ki, yaxın gələcəkdə bizdə bir müjdə verəcəklər, xoş xəbər verəcəklər. Çünki bugün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, Ustyurt yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq. O ki qaldı Azərbaycan Mərkəzi Asiya
formatına. Burada da Prezident Mirzəyevin müstəsna xidmətləri var, xüsusi rolu var. Azərbaycan artıq tam hüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu. 2 dəfə mən fəxri qonaq qismində zirvə görüşlərinə dəvət edilmişdim. Son dəfə isə artıq Azərbaycan Mərkəzi Asiya vahid bir məşvərət şurası yaradılmışdır. Və bu bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, unikal bir hadisədir. Çünki coğrafi nöqteyi nəzərdən biz təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür ki və siyasi əlaqələr o qədər çox şaxəlidir ki, bizim dost Mərkəzi ölkələri bizi qəbul etməyə qərar verdilər. Və bugün bu geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki beləliklə Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkana birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Və əlbəttə Prezident Şəfqət Mirzəyevin uzaq görənliyi və strateji baxışları burada deyə bilərəm ki, çox önəmli rol oynamışdır. Və fürsətdən istifadə edərək özbək qardaşlarımızı bütün əldə edilmiş uğurlar münasibəti ilə təbrik etmək istəyirəm. Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu ildə olacağım. Hər dəfə olanda, yenilikləri görəndə çox sevinirəm. Bilirəm ki, qardaş Özbək xalqı və dövləti Prezident Mirzəyevin rəhbərliyi ilə uğurla, inamla irəliləyir. Sizə də xoş gəlmişsiniz deyirəm. Sağ olun.